Salam dəyərli qız bürcləri, dəyərli izləyicilər, hər birinizi salamlayıram, xüsusilə də qız bürcləri. İncə, zərif qız bürcləri. Bu təkcə xanımlara aid deyil bu kəlmə. İncə, zərif. Hər şeyi, hər bir xırda detallara fikir verən, incəliklərə, düşünən, daşınan, yəni qız bürcləri. Buradan xüsusilə mən bunu vurğulayıram, çünki hər xırdalığı, hər incəliyi yəni düşünürlər qız bürcləri və həm də tez küsəyən olurlar. Bunu da vurğulamaq lazımdır. Ayın 1-i, mayın 1-i üçün, deməli mayın 1-dən iyunun 7-sinə qədər biz may ayının proqnozunu veririk qız bürcləri üçün. May ayının 1-dən iyunun 7-sinə qədər qız bürcləri üçün. Venera vurğulandığım kimi gözəllikdir, Venera parlaqlıqdır, Venera sağlıqdır, yeni kollektivdir, danışmaq, gülmək, gəzmək və s. Nə gözəlliklər varsa Venerada toplanır. Qız bürcləri üçün dəyişik bir həyat tərzi görsənir. Nəyisə dəyişə bilərlər qız bürcləri. Mayın 1-dən etibarən ümumiyyətcə bu iyun ayının 7-sinə qədər davam edə bilər. Bəzi qız bürcləri var, onlar yeniləmək. Məsəl üçün üzdə kosmetoloji, saçdır, saç həkimidir, bilməm qarın gərdirmədir, bilməm və s. və ilaxır da, yəni plastik əməliyyatlar ola bilər. Bəzi qız bürcləri ola bilər ki, ev alqı satqısına məşğul olsun, evini satsın, yeni ev alsın və yaxud əşyalar, amma xırda bir şeylər deyil. Xüsusilə də iri, kruplu, böyük bir şeylər. Məsələn, ev alqı satqısı ola bilər, burada məsələn, evə mebel yığa bilərlər, mən bunu düzəldirəm bunu və yaxud da ki, mənim sifarişim var, deyir qız bürcü, sifarişlərim var. Bu, ola bilər mebel yığan adam olsun, sifarişlərim var, böyük zakazlar əldə edəcək, böyük sifarişlər. Hətta qız bürclərinə bu da çıxır ki, bəzilərinin vaxtı zamanı olmayacaq. Qaçaqovdan onu edim, bunu edim, hansını çatdırım, hansına yetişim. Bilirsiniz də qız bürcləri planlaşdırmağı sevilir. Hər şey öncədən planlaşdırmaq. Amma mən həmişə dostlarıma, tanışlarıma da deyirəm, dostlarıma da tələsib plan qurmayın. Qız bürcləri plan qurduqca geri düşür. Planlı şəkildə yox. Bəli, normal insanlar plan qurmalıdır. Mən bir söz demirəm. Amma bir ay öncədən oturub plan qurmayın. Heç olmasa 3 gün öncə, 2 gün öncədən, yəni çox zaman öncədən mən bunu edəcəm, onu edəcəm, bu geri qalır. Yəni siz geridə qalırsınız, 2 addım geridə. Və qız bürcləri üçün yenilik olacaq. Bəzi qız bürclərinə çıxır tanışlıqlar. Amma bu tanışlıq tanış olan kimi gedib evlənmək mənasında deyil. Bu tanışlıq sizi yeni planlar qurmağa elə bil həvəsləndirəcək. Ola bilər tanış olduğunuz adam bir iş adamı, məsələn, o söyləyə bilər ki, məsələn, mən də telefon alıb edirəm, mən də telefon alıb satıram, məsələn. Və yaxud mən də bu bizneslə məşğulam, misal üçün. Bu kimi və siz bundan yararlanarsınız, planlar qurarsınız və işinizi qurarsınız. Ümumiyyətcə siz də qız bürcləri, baxın, may ayının 1-dən iyunun 7-sinə qədər hansı işləri yolunuza qoyarsınızsa, onun 3 il bəhrəsini görərsiniz. Biraz cəld olmaq lazımdır, ləng olaraq yox. Bəzi qız bürclərinin ümumiyyətcə məkandan məkana və yaxud vilayətdən o bir digər vilayətə və yaxud bir ölkədən digər ölkəyə köçmək görünür. Bəzi qız bürclərinə sənət, imzalar, sənətləşmə, məhkəmə işi varsa və yaxud da ki, kimisə şikayət etmək istəyərsə və yaxud da ki, nəsə sənət işləri, yarımçıq qalan sənət işlərinin davam etdirmək istəyərsə, uğurla başa vurar. Amma yenə söylədiyim kimi, gərək planlı şəkildə etməyəsiniz. Və bilirsiniz, martın 27-sinə, 29-una bizdə qara ay gedir, Çorna Luna. Bu nə deməkdir? Çorna Luna bu kölgədir. Siz bir nəyisə hiss edəndə, bir sıxıntını düşünməlisiniz. Çünki niyə düşünməlisiniz? 9 il öncə, 16 il öncə nə sıxıntı gəlib sizə və siz onun təkrarını, ona bənzərini yaşaya bilərsiniz. Ona görə biraz diqqətli olun. Yəni, belə bir sıxıntı olarsa, özünüzə həmən təsəlli verirsiniz. Bu bir sıxıntıdır, bu qara aydır, bu keçəcək, bu müvəqqətidir.
Sanki siz ritual deyirsiniz, sözlər istifadə edirsiniz. Dəyərli izləyicilər, hər bir kəlmənin, hər bir sözün, hər bir cümlənin və hər bir rəqəmin özünün böyük mənası var. Mən bu haqda da bir video çəkəcəm. Allah qoysa bu yaxın zamanda. Bildiyimiz Rum rəqəmləri, bildiyimiz, yazdığımız rəqəmlər, siz bilirsiniz də rəqəmlər dünya dili deməkdir. Dünyada hər kəs o rəqəmləri istifadə edir və hər kəs də başa düşür. Və hər bir hərfin özünün mənası var. İstir ərəbcə olsun, istir Azərbaycanca, istir Rusca, istir Afrika dilində, fərq etmir. Hər bir kəlmə və ağızdan çıxan hər bir sözün, kəlmənin özünün kəraməti var, özünün taqəti var. Bunlar haqqında mən ayrıca bir video çəkəcəm. Yaxın zamanda biraz kənara çıxdım mən, yəni bu qız bürcündən. Yəni bax belə, qız bürcləri sizlər də hər bir şeydə diqqətli olmalısınız. Sayda, rəqəmdə, yəni nə çox artıq, nə çox əksik olmasın deyə. Və ümumiyyətcə sizə mayın 27-sində ola bilər zakaz, sifariş alasınız, sifariş qəbul edəsiniz, işinizlə əlaqədar və yaxud ola bilər gündəlik həyatınızdan fərqli olaraq bu səfər daha çox iş alarsınız və bu daha çox iş yorulmaq olmayacaq, daha çox qazanc olacaq. Və sizə kimsə qazanc tipli bir iş təklif edərsə, nə madə imtina etməyin, yəni ondan yararlanın. Və qız bürclərində nə çıxır? Dalni zemli. Dalni zemli uzaq torpaqlar, yəni çujoy torpaqlar həm də mənasına gedir, özgə. Ola bilər siz kiminsə torpağını alarsınız, ola bilər kiminsə evini alıb özəlləşdirərsiniz, ola bilər siz bacınız üçün, qohumunuz üçün yer, məkan axtararsınız ona kömək etmək üçün və yaxud yer götürə bilərsiniz arendaya. Bax bu kimi. Ola bilər burada çujuy zemli, özgə yad torpaqlar. Başqa adama kömək etmiş mənasında da ola bilər. Amma nə edirsinizsə edin, İşinizi elə tutarlı tutun, işinizi elə möhkəm tutun, dəyərli qız bürcləri ki, çünki nə addım atacaqsınızsa 3 il, siz o 3 il müddətində o işlə, o sfera ilə, o attığınız addımla üzləşəcəksiniz. Çalışın, düzgün addım atın. Baxın, elə insanlar var, tələsik qərar verir. Mən evlənirəm, mən ərə gedirəm. Tələsməyin, düşünün. Çünki siz 3 il, yaxşı olarsa 3 il onu bəhrəsini götürərsiniz, pis olarsa 3 il ərzində ancaq əziyyət və zülüm çəkərsiniz. Ona görə çox diqqətli olun, dəyərli qız bürcləri. Və sağlıq da öz yerində. Sağlığınıza da diqqət yetirməlisiniz təbii ki. Burada sağlıqda böyük problem çıxmır qız bürclərinə, amma sağlığınız üçün, yəni sağlam qida. Bəzi ola bilər qız bürcləri çox artıq kilo alır. Bəziləri çox surətlə zəifləyir, bu da ola bilər. Yəni, gələn deyirəm, gündəlik həyatınızdan fərqli olaraq biraz may ayında özünüzə, işinizə və söylədiyiniz kəlmələrə və qurduğunuz planlara diqqət etməlisiniz. 2 dəfə artıq. Mən hər birinizə, hər bir qız bürcünə uğurlar arzu edirəm. Dəyərli qız bürcləri, mən sizə həyatın incəliklərini, gözəlliklərini arzu edirəm. Bunlardan bəhrələnəsiniz. Nə gözəl varsa, nə niyyətiniz varsa hamısı qəbul olsun. İstədiklərinizə çatasınız. Mən sizə hər birinizə uğurlar arzu edirəm. Və videomu bəyəndinizsə, like etməyi unutmayın, dəyərli izləyicilər. Yenə söylədiyim kimi, çox sevinərəm və fikirləriniz varsa yaza bilərsiniz. Mən qız bürcüyəm. Və qız bürcünün gözəl bir xüsusiyyətini yaza bilərsiniz. Mən şad olaram. Bu canlı bir praktikadır. Və yaxud mən bunu sevirəm, bunu etməyi sevirəm. Mən çox sevinərəm. Yazın, mən hər birinizin mesajını oxuyacağım. İstər videonun altından olsun, istər direktdə. Nömrəm də WhatsApp nömrəm var, bilirsiniz. Kimin nə sualı olarsa işinə əlaqədar yaza bilərsiniz mənə WhatsApp nömrəmə də. Hər birinizə uğurlar. Dəyərli qız bürcləri, dəyərli bürclər, dinlədiyiniz üçün də çox sağ olun. Sağlıqla qalın.